Dəyərli izləyicilər, yeni xəbər bloku ilə qarşınızdayıq. Neftçi rəhbərliyi sürpriz qərar verib. Qarabağda ayrılıq yaşana bilər. Səbir kasası daşdı. Rəhbərlik uduzan oyunçuları təhqir etdi. Qarabağda kapitanla bağlı yeni qərar verildi. Biz xəbərlərə keçid edək, siz isə kanala abunə olun. Premyer Liqanın 22-ci turunda Şamaxı ilə 2-2 bərabərliklə yadda qalan Neftçinin üzvləri mükafatlandırılıb. Səfər maçında meydana çıxan oyuncuların hər birinə 2500 manat ödənilib. Bu addımın atılmasında məqsəd kollektiv daxili ab-havanı tonusda saxlamaqdır. Çünki Ağqaralar son oyunun hakimliyindən şikayətçidir. Sumqayıtın uğursuz çıxışı klub rəhbərliyinin səbir kasasını daşırıb. Premyer Liqada işləri yolunda getməyən kimyaçılar dünən Zirəyə məğlub olmaqla ölkə kubokunda da mübarizəni dayandırıb. Belə daxildəki gərginlik də məhz Zirədəki maçdan sonra pik həddə çatıb. Rəhbərlik final fitnindən sonra birbaşa paltar dəyişmə otağına yollanıb. Heç vaxt olmadığı kimi qəzəbli halda. Məşqçilər heyəti və oyunçular qarşısında sərt çıxış olub. Bildirilib ki, qısa müddətdə özünüzə gəlin. Meydanda uduzmaq olar. Amma bu qədər xaraktersiz, aciz görünmək olmaz. Ardıcıl uğursuz oyunlara görə hər kəs tənqid edilib. Xüsusilə oyunçuların meydanda xarakter göstərməməsi klub baş bilənlərini özündən çıxarıb. Hətta oyunçular və məşqçilər heyətini ağır formada təhqir edəcək qədər. Qarabağ kapitanı Bədavi Hüseynovla yeni müqavilə imzalayacaq. 35 yaşlı müdafiəçi buçlarını mıxdan asmaq fikrindən daşınıb. Hüseynov ən azı daha bir il yaşıl meydanlarda top arxasında qaçmaq qərarına gəlib. Anjinin yetirməsi 2013-cü ildən etibarən Ağdam klubunun formasını geyinir. Sabah yenidən Aleksey Kaşukun xidmətində maraqlıdır. Tələbələr 2022-24-cü illər aralığında icarə əsasında xidmətindən yararlandığı yarım müdafiəçiyə görə Qarabağla danışıqlara start verib. Pasazır klubu müqaviləsinin bitməsinə də bir ildən çox qalan Vingeri birdəfəlik transfer etmək istəyindədir.